Salam dostlar. Dostum deməli belə bir Tesla alıbdı. 2023-cü il Amerikadan gətirib. Gördüyünüz kimi evdə zaryadkaya da qoymuşuq. Toklu maşındır. Yəni bu günləri indi bunun güncəlləmə verəcək. O güncəlləmə necə gedir, onu sizə göstərməyə çalışacağam. Açığı bu maşından heç başımız çıxmır, nə dostumun, nə mənim. Nəsildə kökdə toklu maşın olmayıbdı, birinci səfərdir. İndi bugünkü eksperimentimizi sizlə də tanış edəcəm. Sonra tam video gələcək Tesla haqqında, necə avtomobildir. Ümumi görünüş baxımından gördüyünüz kimi Model 3-dür, çox gözəldir. Həm sport, həm müasir görünüşə malikdir. Diskləri neçəlikdir? 18'lik diskləri var. Diskləri də futuristikdir. Optikası da futuristikdir. Deməli Wi-Fi-yə qoşulduq hal-hazırda. Qoşulduq. Çalışırıq. Menünü də türk dilində. Nə yaxşı türk dili elə bildin? Yox ya, ingiliscəsində də öldür gələndə. Əlini dəyişmişlər orada. Ha, bağlandı. Aha. Yazılım. Model. Ha, buradan yazılımı seçirik deməli. Veri paylaşımı, koptik kamera, konum. Nətər eləyirik? Orada olmalıdır, tamam. Aşağı get. O nədir? Gelişmiş yaz. Aha. Gelişmişdir bu. Sürüm noktaları. Taraflar soydur boş. Deyirəm bir şeylə keyfin gətirib daha tamam. Səhərlər maşın sitmirsən. Konseri də sırası işləyir daha, düzdür. Bombadır da. Araç bilgiləri. Qoy aşağıda zənginliyi. İnternet yerinə də biraz baxaq. Bir rol, bir monitor. Bu qədər sadə. Deməli, güncəlləmə elə avtomatik demək olar ki, Wi-Fi qoşulan kimi öz-özünə gedir. Axırıncı güncəlləmə də bu olmalıdır. 2025-44-25-1 budur. Bir də belə bir aksesuar alıbdır dostum Tesla üçün. USB falan qoşmaq yeri. Bu USB qoşmaq sənə nəyə lazımdır ki? Murta. Yoxsa fas nəyə lazımdır? Murta. Murta? Bizə nəsə lazım olar. Gördüm hamı qoşdurur, mən də aldım. Ən axırıncıdır. 2025-44-25-1. Ən axırıncı yenilənmədir. Hə. Hə, o qaqaşda mən də baxmışam. Baterika bəyə salamlar olsun buradan. Baxmışam onun videolarında. Görmüşdüm o da güncəlliyibdi axırıncını. Yükləndi demək olar. 0 byte yazır. Yox, 0 byte ayrı şeydir. İnternetin sürəti 0. Deməli biz evdə bunu zaryadkaya qoymamışdan qabaq 65% idi, indi 71% oldu. Hardasa 1 saata, cama 1 saata yığdı onu. 1 saat sadəcə. Hə, 1 saata hardasa 65-71 6% yığıbdı. 60 qəpik pul yazıbdı. 60 qəpik pul yazıbdı. İndi gedəndə bu bizdən pulu alacağım bundan. İnanıram, həyasız adamsan Allah. Hə. Svetomuzkan qoşdan ha, qoşanı da göstərək. Yenilənmə gedir, bilmirəm o qoşulacaq. Onu da gözləyək geçsin, sonra qoşaq. Həm də yeni göstərsən hardan qoşulur. Düzdür, onu çox adam görübdü. Göstərim. Deməli, hardan girdin? Canım, başdan gir. Menüyə girirsən, Toybox-a girdin. Hə, Toybox. Burada ikincini qoşaq, səsini artıraq. İndi tüş. Qapını örtürsən. Aha.
Quşun səs verildi. Çox gözəl, çox möhtəşəm. Birinci səfər gördüyüm üçün mən də görməmiş kimi biraz baxdım. Amma əla bir funksiya idi. Yəni maşın bildiyin kosmosda. Otur sərdən axşama qutala. Nəysə tap. Nəsə təzə funksiyasını tap. Onu göstər. Hə, bu arada Santa Fe'miz də satılır. Burada durubdu. 2013-cü 2 dizel. Satılır dedim sana. Satılır dedim. Satılıb demədim. Hələ də satılır. İstəyən olsa ala bilər. Əlaqə falan səhifədə var. Belə. Çal səsini. Salam dostlar, necəsiz, nətəsiz? Maşında funksiya qutarmaq bilmir də. Hər cürə funksiya var. Gedib Kitayda nə tapırsınız? Amerikada Tesla gətirdiyində 28-29 minə. Bu istədiz oyunda qoşub oynamaq olur. Hətta belə romantik ab-havada yaşaya bilərsiniz avtomobildə. Pesten de isti vurur. Peşdən də üstü vurur, bilirəm. Bunu Rəşad mənə göstərmişdi. Gəncədə olanda öz Teslasında. Sonra bak burada başka ne fonksiyon var. Bu nerede bunu bilmirəm. Böyle böyle şəkil çəksən heç. Bu nədir? Gökkuşağı yolu. Bu avtopilota qoyandadır. Bu Avtopilotu qoşa bilibsən? Hələ yox. Özün qoşmursan yoxsa naviqasiyanın Mars rejimində göstərir baş şeyini. navigator bizim yolları göstərir amma. Göstərir. Bu avtopilotu niyə Ən qazanırsan? yaxşısı budur bax. Avtopilotu niyə qoşamırsan? Yenilənmə olmalıdır. Yenilənmə olmalıdır. Hə. Bu maşının rəngidir, bu heç metalik mat. Ləğv eləyək bu maşın. Aha. Ağrı. Özüm ağdı deyə ağ qoymuşum. Bir də nəyi göstərəsiydim sağ burada. Bu nədir? Mahnı şey deyirsən? Hə. Muzikaya hazırsan da. Neyse bu bizlikdə. Qayıt. Niyə qəşəng ritmini tuta bilərsən? Musiqi duyumuz sıfırdır da. X. Bu sefer bir şey göstereyim. Ha. No. Sans. Zor da. Göstərməsi də yox da, savaç qoydu. Bunu Rəşad tapamamışdı keçən səfər. Well, I never. O da belə. Vay birincini qoy. Birincini qoy. Eğer. Qoy da. Yeri var ha. Deməli güncəlləmə gec oldu. Güncəlləmə qaldı gələn səfərə. Bundan sonra daha 1 saat göstərir. Gələn videolarda güncəlləmədən sonra nə yeniliklər var onu göstərəcək. Bugünlük bu qədər Tesla ilə.
tam videomuz olacaq. Tesla 0-dan 100-ə necə gedir? Hələlik dostlar, kanala abunə olmağı unutmayın.